videoda sizin mənə yazdığınız yorumları oxuyacağam. Görək yorumlarda məni tərifləmisiniz ya söymüsünüz? He, söymüsünüzsə döyəcəm ha sizi. Qarabağ sabah oyununda forma istədiyim videoya biri yazıb ki, Elvin yoxdur, ölüb. Mötərizə içində bərk məzələnirlər. Çünki videoda belə bir səhnə var. Elvin yoxdur, ölüb. Bir əməkə ölüb? Haysan, gəl. Bu uşaq mənə Elvinin öldüyünü deyib getdi. Bu səhnəyə görə elə yorum yazıb, yəni demək istəyir məndən məzələnirlər. Mən başımı ara vurum. Məndən məzələnirlər. Elə həmin videoya biri yazıb ki, İlkin Feyziyev yox, Cristiano Ronaldo. Görək həmin dəqiqədə nə olub? Burada dostumuz birbaşa formasını imzalamağımı istəyir və mən də imzalayıram. Sizi çox sevirəm. Doğrudan da mən o oyunda elə bir izdiham yaşamışdım ki, sanki Cristiano Ronaldo'ydu orada. Ona görə sizi çox yiyəcəm. Biri yazıb ki, aktivliyin super değil. Səs mən oldu la. İlkinin iç səsi. Pox elədim, futbola gəldim. Yox uşaqlar, estağfurullah, mən heç elə düşünmədim orada. Çox sevindim ki, mənə futbola baxmağa fürsət vermədiniz. Futbolu gəlib evimdə baxa bilərəm də. Mən orada bir dənə gol belə görmədim. Amma sizə dəyər. İlkin, səni belə görmək həqiqətən qürur vericidir. Bir izləyicin olaraq səninlə qürur duyuram. Uğurların daha da bol olsun. Səni sevirik. Mən də sizi çox sevirəm uşaqlar. Dünyada izləyicilərini ən çox sevən YouTuber mənəm kişi. Bunu unutmayın. Dünyada izləyicilərini ən çox sevən YouTuber mənəm. Bağlandı. 24 saat yaşıl məhsullar yedim videosuna. 5-ci dəqiqəni etiketləyib yazıb ki, şimdi koy elini vicdanına. Hak etdiysəm eyvallah. Elimi koydum vicdanıma. Görün 5-ci dəqiqədə nə olub? Vicdan aramızdadır uşaqlar. Bir dənə də. Tak. Götürdün atdın. Tak. Bəli, evi biraz dağıtmış ola bilərəm. Evi dağıdandan sonra anam məni döymüş ola bilər. Amma sizə görə dəyər. Mən eşşəkcən çırpılım, amma siz videonu bəyəndinizsə bəs eləyir. O anar yazıb ki, inək qardaşım video atır. Anarın yorumuna 277 like gəldi. 277 nəfər mənim inək olduğumu düşünür mü? Astubda maraqlı içerik üreticisi azdır və çox yoxdur. Deyərkən İlkinin içerikləri. Sənin yorumunu ancaq alqışlayıram. Sən bunun fərqindəsən. Yoruma görə çox sağ ol, pik yorumdur. Sadiq anam öldürəcək. Hər videoda anamın məni öldürəcəyini Sadiqə demişəm, bir nəfər də yoruma yazıb. İndi oxuyacaqlarım karton kutuda çöldə yaşamaq videosunun yorumlarıdır. Azərbaycanın best YouTuberidir. Yorumu özəl mən ən sevdiyim xanım müğənninin mahnısını qoşmalıyam. Kimdir orada best? Nəysə, giclik eləməyək. Allah, hə də mən də inşaat mühəndisliyi oxuyuram. Niyə elə dedin ki indi? Nə olsun ki, mən orada karton kutulardan pop boydayıb hazırladım. Uşaqlıq şəkillərin videosuna. Biri yazıb ki, nə şirinsən ay Allah. Dəqiqəni etiketləyib yazdığı şəklə baxın bir dənə. Bomja oxşuyuram. Allah, bunun sifətinə bax bir dənə. Cin də elə bil çıxıb oradan. Gözləri pərəlib zat. Bu da şirin ala. Balaca olanda çox şirin olmusan. Təşəkkür edirəm. Çox şirinsən axı üçün. Təşəkkür edirəm. Şirin olmusan ya, amma uşaqlığında. Mən niyə bambullıq eləyirəm uşaqlar? Burnum da axdı, üzr istəyirəm. O qədər səmimi olmuşuq ki, burnum axanda gedib day salfetkaya silmirəm ki. Belə eləyirəm. YouTuberlərin WhatsApp profillərinə biri yazıb ki, abi sən niyə hamı ilə eyni kravatda yatırsan? Ay deyib ifşalandım. İndi siz bu videoda oxuduğum bəzi yorumları başa düşməyə bilərsiniz, çünki həmin videolara baxmamısınız. Həmin videoları butondan falan ya da açıqlamaya linklərini qoyuram, oralardan tapa bilərsiniz. Salam İlkin abi, mən səni çox sevirəm. Səni bugün yuxumda gördüm. Dedim şəkil çəkdirək, dedin işim var. Mən dedim hə? Mən işim var dedim mən sənə. Mən dedim işim var hə? Döyərəm ha özümü. Qovdun məni. Hətta qovmuşam. Qovdun məni məhəllədən. Dedin ki, bir də bura gəlmə. Allah yuxumda səni gördüm. Ya mən realda elə bir şey eləmərəm heç vaxt. Yuxuda o mən olmamışam. TikTok həyat ilələrini yoxladım videosuna biri yazıb ki, badişkaların bəyənəcəyi videonu. Görə 7:27-də nə olur? Bəstə olduğum bu videoda olmadısa qızlar, götürün linerimizi belə. 8 getdi də. Bəli, mən bu videoda deyirəm ki, badişkalarımsın liner çəkməyə öyrədirəm. Pis eləyirəm. İstəyirsə yenə öyrədir. Bəli, badişkalarım. Götürürsüz lineri belə. Görürsüz? Ən gözəl çeşidi deyirəm ha sizə. Belə heç kim eləmir elə. Uşaqlar, səhv başa düşməyin, bu o videodan qalıb. Yəni israfçıl deyiləm. Gör, yayda çəkmişəm videonu. Hələ də bunu işlədirdim, indi də bunu işlədirəm. Gördünüz badişkalar. İlkin Feyziyevə abunə olun ki, belə həyat yolları öyrənəsiniz. Bu doğrudan abunə olun. Abunə olmursunuz. Dostlarınıza, qohumlarınıza atın deyin abunə olsunlar. Allah, bu adam gör nələr edir. Hələ bunu sevməyənlər var. Düzdür. Görün sizə görə özünün nə halı, nə günə sal. Bir dənə güzgüdə özümə baxın. Butonumda güzgü var imiş, yadımdan çıxıb. Bu nə bomba olub ola. Özüm ölüm liner rəvzi bundan sonra belə çəkin. Hətta şəhərə belə çəkib çıxın, yeni dəb yaradaq. İlkin Feyziyev style. Çox sağ ol liner təvsiyəsi verdiyin üçün. Ay İlkin, çəkdiyin liner olay. Hələ sən bu videoda çəkdiyim linerə bax. Slay. Necə 10 saat bastırıldım videosuna yazıblar tabutun kamera arkasına. Sən çox çılğınsan İlkin.
Ha, bəli, mən o qədər çılğınam ki. Neyniyim ala? Mən o qədər çılğınam ki. Mənim evimdə belə bir ninja kaplumbağa var. Başını bədəndən ayırdım, əsəbləşdirmişdi məni. Çılğın damarıma düşdü. Başını ayırdım. Zarafat edirəm əlbəttə uşaqlar. Onu hansı videoda o hala saldığımı bilənlər yorumlara yazsınlar. Ala o boyda gedib 10 saat torpağın altında qalmışam. Bir dənə mişqanın paşını kəsməyimi çılğınlıq deyirəm. Adam o qədər əziyyət çəkir ki, kamera arxası belə əsas videodan geri qalmır. Eyni keyfiyyət, eyni vibe, eyni enerji. Elə bilim rap yazmısan. Tam başqa levelsən abi. Bu adam Azərbaycan üçün çox üst leveldir, real. Hə, bax siz belə yazırsınız, mən qudururam. Bax qudururam. Qudurub istəyirəm ki, belə qışqırım. Yeni ulduzu parıldayır. Amma mən çox qudururam, inşallah sizi çox sevirəm. Mənə zor şeylər yazırsınız. Allah olsun, siz canımsınız mənim. Bu arada səslər var ya, məndən çıxmır, kreslodan çıxır. Sabahlamaca vloqa bir nəfər yazıb ki, Amiri yazıb. Zırıldım dayı. Görə 838-də nə oldu? Öpəcəm bu uşağı, özdə banka qoyacam. Bu uşağı bugün banka... Anara banka qoyduğum yerdir. Oyda anar Gürcüstanda da darıxdım ya anarı öpmək üçün. Mən niyə dostlarımı öpmək üçün darıxıram ya? Sadiqə qışqırtma gəlsin yazıblar. Vallahi dostlar, Sadiqdən qorxuram. Videonun altında kimsə yazsın Sadiqə qışqırtma gəlsin, yorumuna like. 500 like gəlsə bir nəfər Sadiqə qışqırtma gəlsin yazsın. Yoruma 500 like gəlsə Sadiqə qışqırtma eləyəcəm. Gizli utanc verici videolarıma biri yazıb ki 055 bir zamanlar eşşəyimiz arpa bəyənməzdi bizim. Əminlik. Bir zamanlar eşşəyimiz arpa bəyənməzdi bizim. Çox əmin deyirəm ha. Elə bir şeiri özüm yazmışam. Bu nə oxumaq tərzidir? Fikir verdinizsə videoda köhnə videolarıma tepki verirəm. Burada da o videoya baxıram. Yəni tepki verdiyim videoya tepki videosu çəkirəm. 20 gündür video atmaqdan dəli olmuşam. Hətta istəsiz bu videoya da tepki videosu gələr. Tepki çəkdiyim videoya tepki videosu. Lobank. Bir də yazıb ki Mirzə Ələkbər Sabir telif atıb. Çox gülməli zarafatdır. Mən niyə gülə bilmirəm? Bu belə gülmək istəyirəm. Güləndə bax gözündən yaş gəlir. Mən niyə belə gülə bilmirəm? Ayda laynerin balışa çıxdı. Payatonla nə? Abi xalam gildəyəm evə gedəndə baxacağam. Bu yorumları mən seçməmişəm, qardaşım seçib. Çox sağ ol abicim. Ya bu yoruma nə tepki verim mən? Həmişə qonaqlıqda. C2 səviyyə ilkin bağımlılığım. Səni çox sevirəm. I love you. Sizi çox sevirəm. Tək səni yox, hamınızı çox sevirəm. 24 saat maşında qaldığım ilk videoya biri yazıb ki Enes Batur kimdir? Bu video daha pik olub hə. Enes Batur ala arxamda deyə, arxasınca danışmıyor. Arxamda da Enes Batur. Sus, elə şeylər yazma, döyər məni. İnşallah Mr. Beast'i keçərsən. Amin inşallah. Bir Azeyin vs 15 Azeyin dönər videosuna qaqa ən qəşəngi 50 qəpikli eşşək ətli dönərdi. Məncə də düz deyirsən. Azərbaycandakı ən ucuz abur-cuburlar videosuna yazıb ki bu videonu hələ dünən paylaşmışıq. Anan səni evə gedəndə çərpələng eləyəcək. Bir şey yoxlamaq istəyirəm. Mən bunu çıxardım, belə buraxsam olur. Dostlar buna baxın, sərpələng bax. İndi arada biraz giclik eləyə bilərəm də, nə olsun ki? Amma onu eləyəndə çox əylənmişdim, çox. İlkin o 50 qəpik suxari almışsan. Bizim bufetdə onu 30 qəpik satırlar. Aga loxlandıq aga. Loxlandım yenə. Soyuq vs isti yemək yarışması. İlkinin gülüşü zombi səsindən fərqlənmir. Niyə elə dedin ki indi? Gözdə gülün bax. Ki zombi səsidir yala. Günəşim doğdu 001, günəşim batdı 10:05. İnşallah ki ilkin Feyziyə mənə cavab verər. Can, ürəyim, mən cavab verməmişəm sənə. Videonu çəkim bitirim, soyuq isti yemək yarışması videosunun altında sənin yorumuna cavab verəcəm. İlkin səni də deyəsən mənim kimi bir dənə dostum var, onun da başı xarabdır. Sadiqə demirəm. Kimi deyirsən bəs. Simülyasiyon hatası bir yorumdur, başa düşmədim bu yorumu. Bu arada mənim bir dənə dostum yoxdur. Mənim burada 225.000 dostum var. Siz mənim həm dostum, həm ailəm, həm canımsınız. Mən niyə göyə baxıb danışıram? Siz buradasınız. Mən lomam, göyə baxıram bayaqdan. Ciddi olmayıyıq. Amma bizim gülmə problemimiz var. Bəli, mən videolarda çox gülürəm. Çünki videolarda çox xoşbəxtəm. 24 saat ağ məhsullar yedim videosuna yazıblar ki, ilkin səni bir gün MasterChef-ə aparacam. 24 saat ağ məhsullar pişirdim videosunun doğğanı, mən niyə muskulumu göstərirəm Allah? Elə bir doğğa pişirməyə muskul lazımdır, heç o da yoxdur. O doğğanı görmüşsünüz necə pişirmişəm. Valeh olub cəmaət o videoya, bilirsiniz hə? Bacışqalarım. Gedin baxın görün doğğa necə pişirilir. Dostlar, səhər yadınızdadırsa burada yumurta qırmışdım səhvən. O yumurtanı da götürək. Atdıq onu. Ağ məhsullar videosu get. 20 gündə hər gün video atıram. 30 günün bitməyinə düz 10 gün qalıb. Bütün youtuberlər. Gördünüz? Mən izləyicilərimlə içimizdən keçdim. İzləyicilərimi çox sevirəm. Onlar da məni çox sevir. Mən nəysə giclik eləyirəm, sağ olun. Amma giclik eləmək istəyirəm. Sizi çox sevirəm.